Ukraynanın bu zərbəsi Rusiyanı qəzəbləndirdi və Putin bir tapşırıq verdi. Gündəm xəbər nefrində 22 may tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın silahlı qüvvələrinin Starobelskidəki yataqxanaya indirdiyi zərbə nəticəsində 6 nəfərin həlak olduğu bildirilir və qeyd eləyək ki, Rusiya dövlət başçısı bununla bağlı Müdafiə Nazirliyinə cavab tədbirlərinə dair təkliflər hazırlamaq barədə xüsusi bir tapşırıq verib. Putin eyni zamanda həmçinin Ukrayna hərbiçilərinin rejimin əmrlərini yerinə yetirməməyə çağırıb və qeyd eləyir ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatı, yəni PUA, Lugansk Pedaqoji Universitetinin Starobelsk filialına hücum edib və bildirilib ki, təhsil korpusuna və universitetin yataqxanasına endirilən zərbə nəticəsində 35 tələbə xəsarət alıb və Rusiya Ukrayna silahlı qüvvələrinin Starobelskdə yataqxanaya indirdiyi zərbədən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib. Bəli, qeyd eləyək ki, bundan sonra nə kimi addım olacaq və BMT Şurası iclasın keçirilməsini zəruri hesab edəcək və Rusiya ilə bağlı nə kimi qərar verəcək, bunu isə yaxın zamanda biləcəyik.